Bu, yol hərəkəti qaydaları olmayan bir ölkədir. Bangladeşdə tək bir ideal vəziyyətdə avtobus tapmazsan. Çünki yollar adətən dar olur və avtobuslar bir-birinə toxunur. Sürücülərin qaydalara əməl etməməsinin səbəbi sadədir. Avtobusların çoxu şəxsi sahibkarlara məxsusdur. Nə qədər sürətli sürsələr, bir o qədər çox sərnişin götürə bilirlər. Buna görə də sürücülər bir-biri ilə yarışır. Bu da daim toqquşmalara səbəb olur. Avtobusların qapıları həmişə açıq olur. Hətta hərəkətdə olarkən belə dayanmazlar. Qaydaları pozduğuna görə heç bir cərimə yoxdur. Yeganə cəza taxta çubuqla vurmaqdır. Yolda tıxac yarananda yol müfəttişi kiçik çubuqla gəlir və qabaqdakı avtobusa vurur. Sürücüyə davam elə demək üçün. Sürücülər isə heç vaxt incimir. Buna artıq öyrəşiblər. Avtobusların təmiri çox bahadır. Ona görə də heç kim onları düzəltmir. Bangladeşdə avtobusun görünüşü önəmli deyil. İşlədiyi müddətcə kifayətdir. Dünyanın gözəlliklərini görmək üçün abunə ol.